Əsasən hazır geyim alıram, amma düzəliş üçün dərzlərə müraciət edirəm. Bədən ölçmə geyim tapmaqda çətinlik çəkdiyim üçün aldığım paltarı düzəliş üçün aparıram dərziyə, sıfırdan geyim üçün də aparıram. Uzun olanda biraz ona görə verirəm, onu düzəliş eləsinlər. Ancaq paltar tikməyi xeyir vermirəm, hazır alıram. Geyimi həm hazır almaq, həm də hazırlatmaq bir qədər vaxt aparan prosesdir. Bəs müasir dövrdə dərzilərə daha çox nə üçün müraciət edirlər? Sırf hamısı özü üçün özəl, sıfırdan paltar üçün gəlir. Təmir üçün demək olar ki, o qədər ehtiyac olmur. Ancaq özəl sifarişlər üçün bəli bizə müraciət edirlər. Məsəl üçün hazır paltarda məcburdular ki, neyəsə ora əl atsınlar. Ancaq özəl sıfırdan sifarişdə qadın özünün həm qüsurunu örtür, həm də daha gözəl gözəlliyini ortaya qoyur. Modelyerlərin sözlərinə görə fərdi tikişdə ölçü, kəsim və material birbaşa bədən quruluşuna uyğunlaşdırılır. Bu isə həm rahatlığı, həm də estetik görünüşü artırır. Biz sıfırdan tikdikdə hər bir detalı öz istəyimizə görə icra eləyə bilirik. Amma hər hansısa bir hazır geyimin üzərində düzəliş etdikdə çox zaman bu bəlkə xanımlara kənardan asan görünə bilər, amma işin prosesində asan deyil. Çünki biz orada artıq elə bir detalları gözəl şəkildə göstərməliyik ki, xanımların ölçülərinə və görüntüsünə xələl gətirməsin. Modelyerlər bildirir ki, hazır geyimdə əsas məqsəd uyğunlaşdırmaqdırsa, sıfırdan tikişdə tam fərdi üslub yaratmaqdır. Seçim isə insanın zövqündən və ehtiyacından asılıdır. Hansı kombini seçməyimizdən asılı olmayaraq, hər zaman rəng, kəsim və material seçimi bizi sözsüz ifadə edir. Buna görə də moda təkcə geyim deyil, həm də özümüzü necə hiss etdiyimizi göstərmək üsuludur. Röya Salmanova, Sabir Şahvələdov, Telesəhər.